Baxaq görək. Şəkil üzrə hekayə quraq. Qız var, müəllim yağışda gedir. Aha, birinci şəkildə. Baxaq görək. Qız yağışda gedir. Bir göyərçin görür. İkinci şəkildə. Yem verir. Və gətirir yenidən parkda onu uçurur. Deməli müəllim, qız yağışda gedir. Göz. Aha, elə başlamayaq da. Hələ birinci Azərbaycan dilində yazılan cümlələr. Mən yazmışdım bunu müəllim. Cümlələr yazmısan. İndi başlayaq Hüseyn. Həm sən yazdığını yoxlayaq. Həm də yazdığını biraz genişləndirək. Hə? Birinci Azərbaycan dilində yazaq. Cümlələri başlayaq. Bəli. Deyim müəllim mən birincisini. Aha. Yağışlı bir Deyir qız yağışlı havada gedir, yoxsa? Aha, indi yazaq ki, buradan yazıram. Bir Azərbaycan dilində yazaq, sonra onu çevirməyə çalışaq. Biraz ekranı böyüdüm. Bir, yağışlı bir gün idi. Sonra iki, qıza ad verək. Sara olsun. Sara. Bəli. Sara əlində çətir parkda gəzirdi. Gedir. Hə, gəzir. Aha. O qəflətən yaralı bir quş gördü. Quş uça bilmirdi və islanmışdı. Sara quşu evə apardı. Onu sağaltdı daha sonra. Sürtdü. Aha, Sara quşa yem verdi və onu yedirdi. Sağal. Yedirmək feeddir də. Feed. Yedirdi. Müalicə sağaltdı deyək də. Sağaltdı. Sonra bir neçə gün sonra quş sağaldı. Sara Və təkrardan. bəli. Sara onu parka apardı. Parka digər yerdə görürsüz bir neçə dənə quş var. Digər quşların yanına apardı və onu uçurdu. Dəftərə yazın bunu. Mən yazdım müəllim, siz deyə. Aha. İndi deyirik, yağışlı bir gün idi. İndi qarşısından da tərcümələrini yazaq. Yağışlı bir gün idi. Bax, bu cümlələr şəxsiz cümlələrdir. Baxın, bunların mübtədası yoxdur. Ona görə itlə başlayacaqlar. Şəxsiz cümlələrdir. İdi nədir? İdi nədir?
Was. It was. Aha. Hayır, it was yağışlı rain idi, elə müəllim. Bəli. Rainy. It was a rainy day. Bəli. Daha sonra deyir, Sara əlində tətil parkda gəzirdi. Aha. Sara was walking in the park. Aha. With an umbrella in her hand. Aha. Mübtədamız Sara gəzirdi. Keçmiş davam edici. Was walking. Was walking. Parkda. In the park. In the park. Çətirlə. Əlində çətirlə. With an umbrella. Bəli. With an umbrella. Əlində deyəndə In ilə her verəcək. Əlində in her hand. Aha. hand. Deməli sonra o qəflətən yaralı bir quş gördü. Belə eləyim ki, rahat görünsün. Aha. O mübtədamız. Qəflətən she Suddenly, qəflətən. She xəbərim gəlsin. saw So, gördü. so and yaralı injured So, and injured. quşdakı bird. Aha. Kuş uça She bilmir. suddenly saw an injured bird. Aha. Kuş uça bilmirdi. The bird Aha. not fly Couldn't. Uça bilmirdi. Bax, couldn't quşun adını ikinci dəfə fly. çəkdiyimizə görə, the article ilə işlədəcəyik. The bird couldn't. Uça bilmirdi. Couldn't fly. Və islanmışdı. And islanmaq went and was went. aha. And was wet. Got wet də deyə bilərik. Got wet. Sara quşu evə apardı. Aha. Sara Aha. aparmaq Quşu. Sara took the bird home. The bird. Bax, mübtəda, xəbər, tamamlıq. Sonra da home. Home-la sözünü işlətməyəcəyik. Bilirik ki, home-un qarşısında to stay, to be. Bunlar gəlirlərsə sözünü olar. Yoxsa sözünü işlətməyəcəyik. Sonra Sara quşa yem verdi və yedirdi, sağaltdı. Sara yedirtmək dedi fed. Sara fed the bird and Hələ birinci yem verdi. Gave. Verdi keçmiş zamanda food. Gave it. Yox, iti axırda yazarıq. Gave food. Yemləmək, yedizdirmək fed olacaq. Fed it. And fed. And sağaltmaq heal'dir. Healed it. Onu, quşu birdən olduğuna görə obyektini it verəcəyik.
Sonra deyir bir neçə gün sonra quş sağaldı. Bir neçə gün sonra. A few days. Yani a few days later. Bir neçə gün sonra. A few days later. Kuş sağaldı. The bird, Mübtədamız. The bird. Aha. Yaxşılaşdı, sağaldı. What? nə deməkdir? Well. Yaxşılaşdı, sağaldı. Aha, sonra. Sonra deyir, Sara parkda digər quşların yanına apardı və onu Məsələn, uçurtdu. got well yazmaq yadı düşmürsə, orada məsələn buna yaxın bir ifadəni yazmaq istəyirsə, daha yaxşı oldu deyə bilərsiniz. Məsələn, became better da deyə bilərsiniz. Daha yaxşı oldu. Oldu mu? Sonra. Bəli. Sonra deyir ki, Sara parkda digər quşların yanına apardı və onu uçurtdu. Sara, neynədir xəbərim? Apardı. Aparmaq tut, apardı. Nəyi? Obyektin. Quşu. The bird. The other birds digər quşların yanına. Aha, near. Near. Other birds to the park. Parka. Notdan yazın bunu. To the park. Aha. And uçurmaq Apardı və nə idi? uçurtdu. Uçurdu. Uçmaq Fly. Fly'in keçmişi. Flew. Nəyi? İndi obyektimi yazıram. It. Quşu. Bəli.